Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Qəfil ölümlərə gətirən səbəblərdən biri ürəyin elektrik dayanması, tromboemboliya, ürəyin geniş miokardiya infarktıdır. Bunun Qaynar infoya açıqlamasında professor Adil Qeybullah əməkdar artist Sabir İmanovun ölümü səbəbindən danışarkən deyib. Professor bildirib ki, qan təzyiqi ürək işemiyalarının əsasında dayanan əsas amillərdəndir. Düşünürəm ki, burada yüksək qan təzyiqi olub. İdman zamanı təzyiq biraz da yüksəlib. Görünür bu onda əvvəllər də olub, amma önəm verilməyib. Bu da ürək üçün ciddi problem yaradır. Adil Qeybullah hesab edir ki, aktyor sağlamlığına o qədər də diqqət etməyib. Fiziki yük də ona bu nəticəni verib. Biz dəfələrlə futbol meydançasında, müxtəlif yerlərdə fiziki gərginlik zamanı bu kimi hadisələrə rast gəlirik. Adil Qeybullah idmanla məşğul olanlara tövsiyə edir. İdmanla məşğul olan adamın sağlamlıq parametrləri daim nəzarət altında olmalıdır. Qeyd edək ki, əməkdar artist Sabir İmanov sentyabrın 29-da idman zalında infarkt keçirərək vəfat edib.